İnsan doğrudanmı meymundan əmələ gəlib, yoxsa hamımız Adəm və Həvvanın uşaqlarının bacı-qardaş evliliyindən törəmişik? Niyə dindarlar təkamülü meymunlaşdırmaq sayıb lağ edir, ateistlər isə qarşı tərəfin nağıllara inanmaqda ittiham edir? Ümumiyyətlə, bəşəriyyət tək bir cütlükdən yarana bilərmi? Genetik elm bu haqda nə deyir? Və ən əsası, bu minillik mübahisənin arxasında duran əsl səbəb elmi faktlardır, yoxsa insanın özünü kainatın mərkəzində görmək istəyən nəhəng egosu? Bu videoda Adəm və Həvva hekayəsinin Mesopotamiya miflərinə dayanan köklərindən başlayıb genetikaya, təkamülün real mexanizminə və insan psixologiyasının ən dərin qatlarına birlikdə baxacağıq. Qərəzsiz düşünməyə hazırsınızsa, başlayaq. İnsanın hardan gəldiyi, birinci cütlüyün necə yarandığı sualı bəşəriyyətin ən qədim və ən universal tapmacalarından biridir. Müasir arxeologiya, dinlər tarixi və antropologiya net şəkildə göstərir ki, Adəm və Həvva hekayəsi birdən-birə göydən qəfil enmiş müstəqil bir mətn deyil. Bu allegoriya min illər boyunca müxtəlif coğrafiyalarda fərqli sivilizasiyalar tərəfindən işlənib, dəyişib və nəsildən nəsilə ötürülərək günümüzə çatan nəhəng bir mədəni irsin həlqəsidir. Adəm və Həvva hekayəsi Qurana və ya İslama aid mətn deyil. Bəşəriyyətin bildiyi ən qədim yazılı yaradılış motivləri Mesopotamiyada eradan əvvəl 4500-1900-cü illər arasında yaşamış Şumerlərin gil lövhələrində qarşımıza çıxır. Eradan əvvəl 3-cü minilliyə aid Şumer mifologiyasında insanın yaradılışı birbaşa gil və ya palçıqla bağlıdır. Enki və Ninmah mifində tanrılar özlərinə xidmət etmək üçün insanı palçıqdan yoğururlar. Digər tərəfdən eradan əvvəl 2100-cü illərə aid Şumer gil lövhələrində yazılmış Qılqamış dastanında Enkidu obrazı var. O, palçıqdan yaradılmış vəhşi heyvanlarla çöldə yaşayan saflıq simvoludur. Şahmat adlı bir qadın Enkidunu sivilizasiya ilə tanış edir. Enkidu qadınla vaxt keçirdikdən sonra heyvanlar ondan qaçır. İbtidai saflığını itirir, amma əvəzində şuur və ağıl qazanır. Bu, cənnətdəki saflığın və günahsızlığın qadın vasitəsilə itirilməsi motivinin ən ibtidai formasıdır. Eynilə Şumerin Dilmun haqqındakı mifində xəstəlik və ölümün olmadığı müqəddəs bir cənnət bağından söhbət açılır. Enki və Ninhursak dastanında baş tanrı Enki qadağan olunmuş bitkiləri yeyir və bədəninin müxtəlif üzvləri, xüsusən qabırğası ağrımağa başlayır. Onu sağaltmaq üçün ilahə Ninhursak tərəfindən Ninti adlı xüsusi bir ilahə yaradılır. Şumer dilində Ninti ifadəsi ikili mənaya malikdir. Həm qabırğa xanımı, həm də həyat verən qadın deməkdir. Əsrlər sonra bu söz başqa dillərə tərcümə olunanda məhz qabırğadan yaranma effekti kimi dini mətnlərə həkk olundu. Şumer mədəniyyətini mənimsəyən Babillilər eradan əvvəl 2-ci minillikdə özlərinin Enuma Elish yaradılış dastanını qələmə aldılar. Bu dastanda tanrı Marduk qədim ilahə Tiamatın qanını və torpağı qarışdıraraq ilk insanı formalaşdırır. İnsanın palçıqdan və ya qandan yaradılması şərq təfəkküründə dəyişməz bir kərpicə çevrilir. Bənzər paralellərə qədim Misir mifologiyasında da rast gəlinir. Eradan əvvəl 3000-ci illərdən etibarən Misir divar rəsmlərində və papiruslarında dulusçu tanrı Xnum görünür. Xnum insanı dulusçu çarxında Nil çayının qara palçığından formalaşdırır və ona həyat nəfəsi üfürür. Bu, palçıq üstəgəl ilahi nəfəs formulası birbaşa səmavi dinlərin yaradılış düsturudur. Yaxın şərqdən biraz şərqə, eradan əvvəl 1-ci minillikdə formalaşan qədim İran və zərdüştilik ənənəsinə baxdıqda, Avesta mətnlərində Qayomart və ya Gəyomərd adlı ilk insandan bəhs edilir. Qayomart dünyada tək yaşayır. Ölümündən sonra onun toxumundan yer üzündə Maşya və ya Maşyana adlı ilk kişi və qadın cütü bitki kimi cücərib yetişir. Onlar əvvəlcə dürüst yaşayırlar, lakin sonra şər ruhu olan əhrimən tərəfindən aldadılaraq yalan deyir və cənnət saflığından məhrum olurlar. Yəhudilər eradan əvvəl 586-cı ildə Babil kralı 2-ci Nabucodonosor tərəfindən yer yurdlarından edilib Babilə sürgün olunduqda bu zəngin Mesopotamiya və Babil mifologiyası ilə birbaşa təmasda oldular. Babilin dastanları, tufan mifləri, cənnət bağları və yaradılış hekayələri Yəhudi din xadimləri və katibləri tərəfindən mənimsənildi. Monoteist, yəni təkallahlı süzgəcdən keçirildi.
Beləliklə, Adəm və Həvva hekayəsi 5-ci, 4-cü əsrlərdə sistemləşdirilən Tövratın ilk bölməsi olan yaradılış hissəsinə daxil edildi. Mətndəki Adəm sözü İbrani dilində hərfi mənada torpaqdan gələn insanlıq, Həvva isə bütün yaşayanların anası demək idi. Dini mətnlər formalaşdıqca bu allegoriya Yəhudilikdən xristianlığa, bizim eranın 7-ci əsrindən etibarən isə İslama keçdi. Quran da səmavi dinlər ənənəsini davam etdirir. Quran ayələrində, məsələn, Nisa surəsi 1-ci ayə, Araf surəsi 189-cu ayə, bəşəriyyətin tək bir nəfərdən, Adəmdən yaradıldığı və bütün insanların ondan və onun yoldaşından törədildiyi açıq-aydın bildirilir. Lakin zaman keçdikcə bəzi dindar teoloqlar və təfsirçilər bəşəriyyətin bacı-qardaş evliliyindən törəməsi iddiasının yaratdığı etik və bioloji ziddiyyətdən narahat olmağa başladılar. Bu narahatlığı aradan qaldırmaq üçün zaman-zaman əslində bir Adəm olmayıb, eyni anda çoxlu Adəm və Həvvalar yaradılıb və ya Adəmdən əvvəl də Adəmlər var idi kimi iddialar irəli sürüldü. Halbuki, istər Tövratın, istər İncilin, istərsə də Quranın birbaşa oxunuşu tək bir ata və ananı göstərir. Yəni, mətnlərin özü bu sonradan uydurulmuş teoloji fərziyyələri dəstəkləmir. Müasir genetika elmi isə bildirir ki, bütün bu mifoloji və dini allegoriyaların əksinə olaraq insanlıq tək bir cütlükdən törəyə bilməz. Əgər bütün bəşəriyyət tək bir bacı və qardaşın evliliyindən törəsəydi, genetik müxtəliflilik sıfıra enərdi. Bioloji olaraq buna genetik çökmə deyilir. Qan qohumluğu olan evliliklərdə zərərli mutasiyaların və xəstəlik genlərinin üst-üstə düşmə ehtimalı kəskin şəkildə artır. Tək bir cütlükdən başlayan bir növdə cəmi bir neçə nəsil ərzində genetik xəstəliklər, sonsuzluq və daxili mutasiya çöküşü baş verər, növ tamamilə yox olardı. Məşhur populyasiya genetikası araşdırmaları, məsələn, 1000 genom layihəsi və insan populyasiyalarının DNT analizləri sübut edir ki, Homo sapiens heç vaxt sayı 10.000 nəfərdən az olan bir qrupdan törəməyib. Kütləvi mətbuatda tez-tez adı çəkilən mitoxondrial Həvva və ya Y xromosomlu Adəm anlayışları isə dini fiqurlar deyil. Onlar fərqli zamanlarda aralarında 10 minlərlə il fərq olan, sadəcə olaraq genetik izləri günümüzə qədər kəsilmədən gəlib çatmış qədim populyasiya üzvləridir. Onlar heç vaxt yer üzündə tək yaşamayıblar. Yanlarında minlərlə başqa insan var idi. Nəticə olaraq Adəm və Həvva hekayəsi göydən enmiş müstəqil bir həqiqət deyil. Şumerdən Babilə, Misirdən İrana qədər müxtəlif sivilizasiyaların torpaq, palçıq və cənnət motivlərini toplayaraq günümüzə gətirən nəhəng bir mifoloji estafetdir. Elmi və genetik faktlar isə bəşəriyyətin tək bir cütdən deyil, minlərlə fərddən ibarət böyük bir populyasiyadan təkamül etdiyini təkzib edilməz şəkildə ortaya qoyur. Elmin inkişafı ilə keçən əsr ərzində alimlər həyatın laboratoriyada necə başladığını araşdırmağa və bunu sübut etməyə başladılar. Hətta ilk anı yenidən canlandırmaq, sıfırdan həyat yaratmaq istədilər. İndiyə qədər sıfırdan tam canlı hüceyrə yaratmaq mümkün olmasa da, bu təcrübələr sahəsində çox böyük yol qət edilib. 1952-ci ildə Stanley Miller və Harold Urey adlı alimlər məşhur bir təcrübə apardılar. Onlar qədim yer kürəsinin atmosferindəki qazları, metan, amonyak, su buxarı və hidrogeni bir şüşə qaba doldurdular və şimşəkləri təmsil edən elektrik qığılcımları vurdular. Bir neçə gündən sonra qabın dibində aminturşular, yəni zülalların və həyatın təməl tikinti daşları yarandı. Bu təcrübə göstərdi ki, cansız kimyəvi maddələrdən canlılığa keçid təbiət qanunları daxilində tamamilə mümkündür. Bütün bu quruluşun mərkəzində isə hüceyrə dayanır. 17-ci əsrdə Robert Hooke və Anton van Leeuwenhoek mikroskopu icad edəndə ilk dəfə hüceyrələri gördülər. Amma alimlərin bütün canlılar hüceyrələrdən ibarətdir həqiqətini tam anlamaları üçün 19-cu əsrə qədər vaxt lazım gəldi. Hüceyrə həyatın ən kiçik kərpicidir. 2016-cı ilin aprel ayında alimlər həyat ağacının və ya təkamül ağacının günümüzə qədərki ən əhatəli xəritəsini yayımladılar. Bu ağac dünyadakı bütün canlıları genetik qohumluq əlaqələrinə görə bir-birinə bağlayır. Ağaca baxanda heyrətamiz bir mənzərə görünür. Budaqların demək olar ki 90%-dən çoxu bakteriyalara gedib çıxır. Yəni ağacın kökü və bütün yaşamın ilk ortaq atası bir bakteriyadır.
İnsanlar, heyvanlar və bitkilər bu nəhəng ağacın cəmi kiçik bir budağını təşkil edir. Charles Darwinin 1859-cu ildə yazdığı Növlərin Mənşəyi kitabı bugünə qədər bitməyən müzakirələrin təməlini qoydu. Darwin iddia edirdi ki, bütün canlılar vahid bir ortaq atadan çoxalaraq təkamül edib. Bu prosesi bir ağacın şaxələnməsi kimi təsəvvür edin. Ağacın gövdəsindən çıxan ilk budaqlar zamanla daha kiçik budaqlara, onlar da yarpaqlara ayrılır. Təkamül də belədir. Milyonlarla il ərzində mühit şəraitinə uyğunlaşan canlılar fərqli yollarla ayrılır və hər yeni şaxə yüz minlərlə yeni növün yaranmasına səbəb olur. Bugün var olan və tarixdə yaşamış bütün canlılar bir-biri ilə bu və ya digər dərəcədə qohumdur. Bənzətməni daha konkret edək. Homo sapiens, yəni müasir insan növünün ən yaxın tarixdəki qohumları Homo habilis və Homo erectus kimi qədim insan növləridir. Biraz daha geriyə, milyonlarla il əvvələ getdikdə responsiya, şimpanzelər, bonobolar, gorillalar, orangutanlar və gibbonlarla eyni nöqtədə birləşir. Yəni nəticə olaraq insan hazırda yaşayan ən yaxın qohumları olan şimpanze və bonobolarla eyni ortaq atadan gəlir. Ən çox verilən və ən səhv anlaşılan sual budur. Bəs niyə indiki şimpanzelər insana çevrilmir? Şimpanzelər insana çevrilmir, çünki onlar da keçən milyonlarla il ərzində yerində saymayıb, öz mühitlərinə uyğunlaşaraq dəyişiblər. İnsanın əcdadlarının təsadüfən düşdüyü təbiət şərtləri, məsələn, meşələrin çəkilməsi, açıq savannalarda iki ayaq üzərində gəzmək məcburiyyəti fərqli idi. Şimpanzelər isə öz mühitində uğurla həyatda qaldılar. Təkamül nəzəriyyəsi heç vaxt insan şimpanzelərdən yaranıb demir. Təkamül izah edir ki, biz şimpanze ilə əmioğluyuq, onun övladı deyilik. Təbiətdə heç bir canlı üçün son məqsəd insan olmaqdır deyə bir proqram, xüsusi bir plan yoxdur. İndiki meymunlar insanın atası yox, yaşayan ən yaxın qohumlarıdır. Elm bu gün də dayanmır. Təkamül nəzəriyyəsi üzərində araşdırmalar davam edir. Yeni fosillər və genetik məlumatlar tapıldıqca zəncirin halqaları daha da dəqiqləşir. Lakin bu dəyişməz bir həqiqətdir. Həyat bir bütün olaraq kökdən uclara doğru şaxələnən nəhəng bir zəncirdir. Təkamül nəzəriyyəsi və həyatın başlanğıcı haqqında elmi faktlar bu qədər aydın olduğu halda insanlar nə üçün əsrlərdir bu mövzuda amansızca mübahisə edir? Cavab bioloji faktlarda deyil, insanın psixologiyasında və egosundadır. İnsan beyni özünü dərk etməyə başladığı gündən özünü kainatın mərkəzinə qoyub. Buna psixologiya və fəlsəfədə insan mərkəzçilik deyilir. İnsan egosu özünü xüsusi, ilahi və ali bir varlıq kimi göstərmək istəyir. Təbiətdəki digər canlılardan üstün olduğuna inanmaq insana rahatlıq və güc hissi verir. Təkamül nəzəriyyəsi gəlib deyəndə ki, xeyr, sən xüsusi deyilsən, sən də digər canlılar kimi bakteriyadan başlayan bir zəncirin təsadüfi bir halqasısan və şimpanze ilə ortaq atadan gəlirsən, bu insanın min illərdir bəslədiyi böyük egosuna dəyən ağır bir zərbə olur. Təkamülə qarşı çıxanların əsas psixoloji müqaviməti də məhz buradan qaynaqlanır. İnsan bir heyvan növləri sırasına daxil edilməyi öz qüruruna sığışdıra bilmir. İşin ən maraqlı tərəfi odur ki, bu mübahisənin özü də elə təkamülün bir nəticəsidir. Təkamül psixologiyasına görə insanın həyatda qalma və çoxalma instinkti onu cəmiyyətdə status qazanmağa və güclü görünməyə sövq edir. Qədim dövrlərdə qəbilədə statusu yüksək olan, özünü haqlı və ağıllı göstərən fərdlərin həyatda qalmaq və daha yaxşı cütləşmək şansı daha yüksək idi. Bugün sosial şəbəkələrdə və ya gündəlik həyatda gedən təkamül var ya yoxdur mübahisələri də əslində həmin qədim status döyüşünün müasir formalarıdır. İnsanlar qarşı tərəfə qalib gəlməyə, onun inancını və ya düşüncəsini alçaldaraq özlərini daha ağıllı, üstün və haqlı görməyə çalışırlar. Məqsəd həqiqəti tapmaq deyil, öz egosunu təmin etməkdir. Bu mövzuda cəmiyyət iki kəskin qütbə bölünüb və hər iki tərəf oxşar psixoloji təliyə düşür. 1. Dinə inananların yanaşması. Bir çox dindar insanlar təkamül nəzəriyyəsini ibtidai səviyyəyə indirərək mənim babam meymun olmayıb deyib lağ eləyirlər. Lakin onlar nəinki elmi kitabları dərinliyinə qədər oxumur, hətta öz dinlərinin tarixini, digər tarixi mənbələri və ya müqəddəs kitablarını belə araşdırmadan yalnız müdafiə mövqeyi tuturlar.
2. Dinə inanmayanların yanaşması. Digər tərəfdən bir çox ateist və ya agnostik şəxs bir neçə səthi elmi məlumat öyrənən kimi özlərini hamıdan üstün görməyə başlayırlar. Onlar dərin biliyi olmayan dindarları nağıllara inanmaqda ittiham edir, onları təhqir edərək öz daxili üstünlük hisslərini tətmin edirlər. Nəticədə hər iki tərəf elm və dini araşdırmanı bir kənara qoyub öz ideoloji düşərgəsinin bayrağını dalğalandırmaqla məşğul olur. Məqsəd öyrənmək deyil, qarşı tərəfi məğlub etməkdir. Əslində isə bizim təbiətdə heç bir xüsusi üstünlüyümüz və ya ilahi toxunulmazlığımız yoxdur. Təbiətə baxsaq, bizdən qat-qat güclü, sürətli və dözümlü minlərlə canlı var. Bir virus bütün bəşəriyyəti evə qapada bilirsə, insanın özünü kainatın ağası elan etməsi böyük bir cəhalətdir. Sadəcə inandığınız üçün və ya təkamülü qəbul etdiyiniz üçün kimsədən ağıllı və ya üstün olmursuz. Bilik insanı lovğalandırmamalı, əksinə kainatın nəhəngliyi qarşısında daha təvazökar etməlidir. Müzakirələrin böyük hissəsi elmi fakt çatışmazlığından deyil, insanın öz egosunu idarə edə bilməməsindən qaynaqlanır. Bugün əlimizdəki balaca telefonlar vasitəsilə bəşəriyyətin bütün tarixi boyunca topladığı bilik xəzinəsinə bir neçə saniyədə çata bilirik. Bu, insanlıq tarixinin ən böyük imkanıdır. Belə bir dövrdə vaxtımızı səthi mübahisələrə, qarşı tərəfi aşağılamağa xərcləmək özümüzə edə biləcəyimiz ən böyük haqsızlıqdır. İstər Adəm və Həvvanın uşaqlarının bir-biri ilə evləndiyinə inanın, istərsə də milyonlarla il əvvəlki bir bakteriyadan təkamül edərək bu günə gəldiyimizi qəbul edin. Hər iki halda öyrənməyi, oxumağı, sorğulamağı və inkişaf etməyi bir an belə dayandırmayın. Çünki insanı fəlakətdən və cəhalətdən xilas edəcək yeganə qüvvə kör-körənə inam və ya aşağılayıcı lovğalıq deyil, bitməyən bilik həsrətidir. Unutmayın, şübhə etməyən zehni heç bir həqiqət işıqlandıra bilməz. Araşdırmaqdan imtina edən ruh isə elə yaşayarkən qaranlığa məhkumdur. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.